Hello guys. Today we are gonna look to grammar A, page 46 and 47. Bugün qrammatika A-nı işləyəcəyik. Səhifə 46, 47. We have a text, we have grammar, we have exercise. Deməli, tapşırıqlarımız var, mətnimiz var, qrammatikamız var. The grammar is past continuous. Qaydamız past continuous'dur. Birazdan onun haqqında danışacağıq. Deməli, buradan tapşırığımız var. Deməli, tapşırıqda okay, burada deyir ki, read the text about Celine and choose the correct options that can complete a statement. Aha, deməli, deyir ki, Celine haqqında mətni oxuyun və ifadəni tamamlaya biləcək həmin seçimləri seçin. Yəni options seçin, verilən seçimləri seçin. Deməli, bizə verilən seçimlər bu aşağıdakı bu seçimlərdir. In the text, indi siz teksti qəşəng oxuyacaqsınız və buradan baxıb bunu yazacaqsınız. İndi mən sadəcə izah verəcəm. Deməli, the TV programs she liked watching. Belə bir information tapa bilməliyik. The effect of the noise. Bu doğrudur. Doğruları yaşıllıq edirək. Who was in the hospital with her? This information we can find. Who invited her to the party? How she first started to play the violin. How she started to play the violin. We can also find this. Yəni onun səs-küyün təsirini tapa bilərik. Onunla birlikdə xəstəxanada kim olduğunu tapa bilərik və o ilk necə başladı skripka çalmağa. Bundan sonra gələn bir qaydamız var, past continuous qaydası. Burada çox belə yaxşı bir izah verilməyibdir. Mən sizə yaxşı bir izah verəcəm. İndi birinci başlayaq. Buradan qeyd edeyim, elə izahını verək. İndi burada mən yazdım. İndi uzun formada bunu screen eləyib, saxlayıb oxuyarsınız. Çünki orada heç bir məlumat yoxdur. Çox qısa məlumatlar var. Yəni bir iki dənə not falan var. Yəni bu hissədə necə olduğu, necə sualda işlənir, necə təsdiq cümlə, necə negativdə də işlənir. We use past continuous test form, describe how something happened in the past, show that something was happening at the point in the past. Yəni nə zaman işləndiyini deyir, sadəcə not elə nida ilə verib ki, çox az bir şey veribdir. Aha. İndi burada nələr var? Bunu oxuyum. Sizə screen eləyib evdə oxuyarsınız müəllimə cavab verəndə. Tamam. İndi izaha başlayaq. Birinci, past continuous necə işlənir, harda işlənir və nə deməkdir? Bununla başlayaq. Past continuous keçmişdə müəyyən vaxtda davam edən hərəkətdir. Yəni keçmişdə nə vaxtsa davam edibdir. Məsəl üçün mən nə vaxtsa maşın sürmüşdüm. Yəni indi I was studying, mən oxuyurdum, yəni təhsil alırdım. At 8 o'clock, saat 8-də mən dərs oxuyurdum. Yəni bunun həm zamanı bilinir, həm də ki, yəni müəyyən vaxtdadır, saat 8. Həm də ki, davam edən hərəkət. Yəni mən üzündən altı tez örtmürəm ki, yəni qoyuram qabağıma 2-3 saat oxuyuram. İndi necə düzəlir? Was were, yəni buradan was were ing belə. Aha. Deməli, was were plus v burada verbdir. Buradakı ing də were plus ing deməkdir. İndi were plus ing ilə işlənir və nə zaman işləndiklərini burada yazmışam. 3 dənə səbəbimiz var, yəni 3 dənə işləmə yerimiz var. Birinci, keçmişdə proses halında olan hərəkət. Yəni proses halında davam edir, bu mənaya gəlir. Keçmişdə iki hərəkət yazmağımı unutmuşam. Eyni anda baş verərsə, yəni iki dənə hərəkət eyni anda baş verərsə, məsəl üçün, mən dərs oxuyanda anam yemək bişirirdi. İki dənə yeməkdir, iki dənə hərəkətdir, ikisi də eyni anda baş verir. Mən dərs oxuyanda anam yemək bişirirdi. Deməli. Aha. My mom was cooking while işlətməliyik burada, çünki orada yazmışam, orada izah verəcəyik. While I was studying. Aha. Sonra nə var idi? Deməli, buradan 2 dərəcədir, 1 dərəcədir, 3. Keçmişdə davam edən hərəkəti başqa hərəkət kəsəndə.
İndi hərəkət eləyən məsəl üçün mən oxumağım da hərəkət eləyir. Kəsir məsəl üçün nə deyək? Hmm, Bir şey necə deyim onu bir dəqiqə nümunə gətirmək olmaz. İndi məsəl üçün sən yatırsan, telefonuna zəng gəlir, sən uyanırsan. Sən yatmağı kəsən prosesdir bu. İndi burada I was sleeping when the phone rang. Burada da when işlədirik. Deməli, indi buradan sonra baxım görüm hansı qayda gəlir. Bəzi püf nöqtələr. Aha, bu gəlir. Bəzi püf nöqtələrdə zaman sözcüyü varsa, çox vaxt past continuous-un işarəsi olur. Yəni zaman sözcüyü varsa cümlədə past continuous gələcəyin bir işarəsi olur, amma çox vaxt olur, həmişə olmur. While adətən was verb plus ing. Aha. While was verb plus ing ilə işlənir. İndi burada bayaq dediyim while var. While deməli çox vaxt dediyim kimi adətən was verb ing ilə işlənir. Bir də çox kəsmək məsələsi dedik ha, içindən hərəkət bir-birini kəsir. Orada da when-dən istifadə elədik. İndi bir-birini kəsəndə cümlələrdə past continuous sən yatmağı məsəl üçün cümlə ilə deyim prosesdir. Sən hərəkəti yəni kəsən hərəkət isə past simple-da işlənir. Yəni 5-ci sinifdə də keçmişik bu dərsləri. Kəsən hərəkət past simple olur. Past continuous isə sənin elədiyin bir proses olur. Proses olur. İndi burada when işləndə. When işlənəndə dediyim kimi when-dən sonra past simple gəlir. When-dən əvvəl past continuous gəlir. Yəni bu was və olan when-dən əvvəl gəlir. Amma while-dan sonra gəlir. Elə past simple-da while-dan əvvəl gəlir. When-dən sonra gəlir. Belə. Sonra as always past continuous'da işlənəndə narazılıq bildirir. İndi burada məsəl üçün desək ki, he was always coming late. Burada narazı olursan ki, o həmişə gec gəlir. Always işlənir. Burada narazılıq bildirir. Sən şikayət edirsən. Elə bir şikayətlənmə tonu var. Aha. Tamam. İndi bizə verilmiş feillərimiz. Yuxarıdan baxaq. Aha. It was raining heavily. And I was watching TV in my room. İndi burada A, B notları var idi. Oxumuşduq bayaq. Describe how something happened. Describe how something happened in the past. Keçmişdə necə baş veribdi, nəsə necə baş veribdi, onu göstərir. Deməli, bu elə aya gedir. Yəni how something happened in the past. Yəni sənin TV-yə baxmağın ağır yağış yağanda baxırdın. Yəni necə baş verdiyini izah edibdi. Burada birinci cümlə aya gedir. Bu tapşırıq içində. İkincimiz my little sister was crying. Mənim balaca bacım ağlayırdı. Deməli, show that something happened at some point in the past. Deməli, keçmişdə nəyinsə baş verdiyini görmək. Yəni bu belə mənəyə gəlir. Və bu da elə B-yə gedəcək. Çünki necə baş verdiyini göstərir yenə. Sonra üçüncü cümləmiz var. Üçüncü cümləmiz nədir? Üçüncü cümləmiz my parents were talking to the doctor. Mənim valideynlərim həkimə danışırdı. Bu da necə baş verdiyini göstərir hərəkətin keçmişdə. Dördüncü cümləmiz. Aha, deməli, my friends were sitting next to my bed and my granny was holding my hand. Deməli, burada necə elə bir hərəkətin necə baş verdiyini izah eləyir. Yəni dostlarım yatağımın yanında oturmuşdu, nənəm əlimi tuturdu, belə izahını verir. Ona görə burada A olacaq. İndi burada complete sentences with was or were. Cümlələrə was və yaxud were-dən yazacağıq. I-la was işlənir. Yəni bunları 5-ci sinifdə keçmişik deyə izahını vermədim nə ilə nə işlənir. I was cleaning my room. Summer and general. Burada 2 nəfər olduqları üçün yəni they deyə işlənə bildiyi üçün were verəcəyik. Well. Sonra what what were you doing at the time? Why was she crying? Look the photos and describe what people were doing. Use past continuous. Deməli, şəkillərə baxıb insanların nə elədiklərini deyəcəyik və past continuous'dan istifadə edəcəyik. Bizə açar sözü olaraq birincində Kate, her son, planted tree.
bu sözləri veribdi. Kate and her son were planting a tree. Was önünü qoyacaqsınız. Hamısı gedir. Bir də ayıncı artıracaqsınız feylə. Grandmother was baking a cake in the kitchen. John uncle was playing chess. Granddad was working in the garden. Aunt was having an online meeting. Write questions asking for the underlined information. Deməli, biz suallar, burada cavablar verib də, biz bunlara suallar hazırlayacağıq. Deməli, yəni burada aşağısından xətt çəkilmiş sözlər var ki, biz onlara sual hazırlayacağıq. Deməli, past continuous olacaq, yəni həmişəki kimi. My friends were planting trees in the park. Dəqiqə bunu cavab verir. Aha. What were your friends doing in the park? Sənin dostların parkda nə edirdilər? Alex was flying to Turkey with his friends. What was Alex? Where was Alex flying with his friends? Alex dostlarıyla hara seyahat edirdi? Hara uçurdu? Kamran and Hojayla were going to exhibition. Who were going to exhibition? Exhibition'a kimler gedirdi? My sister was singing a song at 3 o'clock yesterday. When was my sister singing or your sister? Belə deyək, your sister'dan deyək, çünki sualı bizə verən, biz ona verəcəyik. What was your sister? When was your sister singing a song? Okay, guys, that's all for today. Bye. Goodbye.